bir mərtəbəli, 10 mərtəbəli binaların zibilxanası burada olur. 270 mənzilin bir zibilxanası bura. 270 buradır. Ancaq Novostroyka olur, 270 mənzildir. 4 binada da 50-dən götürün 200. 470 nəfər, 70 evin zibilxanası qurulursa mikrorayon ərazisində niyə ancaq bu hissədə 5-6 dənə ağac bastırılır? Məqsəd nədir? Bizim bunu heç kimdən soruşa bilmirik. Nə qədər qəribə səslənsə də Sumqayıt şəhər 5-ci mikrorayon sakinlərinin narazılığına səbəb məişət tullantıları ilə bağlıdır. Belə ki, vətəndaşların uzun illər ərzində istifadə etdiyi zibil qutuları ərazidən götürüldüyündən tullantılarını atmağa yer tapmırlar. Fikrimizdən çox sıx xahiş edirəm ki, aidiyyatı orqan təyin eləsin. Zibil konteynerlərin qoyulacağı yeri təyin eləsin. Qapalı surətdən, bilməm bu nətər təsdiq olur. Hasarın içində, haradasa kifayətimizin arxamızda yer var, baxır, çəkir. Sonra bax, bu yaxın yerdə yer var. Ardda bizi 400 metrə, 500 metrə, indi tək mən xəstə deyiləm, məndən başqa da xəstə adamlar var, yaşlı adamlar var. Biz məcbur olmayaq ki, zibili dağda biz hansı qonşu məhliyyə. İddialara əsasən mövcud problem ərazidə yaşayan şəhid bacısının qutulara müdaxiləsi nəticəsində meydana çıxıb. Belə ki, zibil konteynerləri həmin qadının qeyri-yaşayış obyektinə yaxın yerdə yerləşdiyindən onun təkidi ilə oradan götürülüb. Məsələdə adı hallanan şəhid bacısının əraziyə gəlməsi ilə qalmaqal daha da böyüdü. Burada zibilxana vardı, düz yolun üstündə. İcra hakimiyyətdən eləyiblər, məsələn, Pərviz müəllimə, Mübariz müəllimdir. Yəni, zibilləri burada çox biabırçılıq haldaydı. Axır yolkalar əkdilər, zad elədilər. Sizin həyat şəraitinizə mane olurdu o zibil qutuları? Yox, bilirsiniz necədir? Yəni, yolun üstündə ki, mənim yox. Yəni, yolun üstündə uyğun gəlmirdi, yolun üstündə zibilxana olsun. Sakinlər iddia edir ki, siz orada obyekt icarə vermək istəyirsiniz və o icarədarlar da istəmir burada qutular olsun. Bu anda 3-4 ayda vermişəm. De yuxarı. Neçə ildir? 8 ildir bura var. Yalan söyləyir. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə konkret aza bildirilib ki, hər iki tərəfin iştirakı ilə əraziyə baxış keçirilməsi nəzərdə tutulur və zibil qutularının uyğun yerdə yerləşdirilməsi planlaşdırılır.